Ya Allah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Allahümme veffegna bittefahhum ve tefhim. Dünənləri keçdik əf'ələt təfsili. Dedik ki, əf'ələt təfsil tutular fe'li sulasi mücərrəddən və onun siğəsi əf'ələ vəznində olar qalibən. Yəni əf'ələ vəznində olar qalibən və dedik ki, qeyri sulasi mücərrəddən tutulmaz. Rəng bildirən və yaxud da eyb bildirən, yəni feillərdən tutulmaz. Əgər istəsir ki, qeyri sulasi mücərrədi və yaxud da rəngi və ya eybi bildirək, onun daha çox olmağını bildirək, mübaliğə ilə olduğunu bildirək, gərəkdir ki, mübaliğə feillərindən əvvəlinə artıraq və hansı ki, qeyri sulasi, məsələn, şiddət, kisrət, qəbih kəlmələrin əf'ələ vəznində salaq və hansı qeyri sulasi mücərrəd feilini ki, istəyirdik əf'ələ təfsildə gətirək, onun məstərini mənsub halətində gətirəcək təmyiz üçün. Bunu oxuduq. Amma bu günləri və qiyasuhu, orada qalmışdı o da, və qiyasuhu və onun qaydası, yəni əf'ələt təfsilin qanunu budur ki, ən yəkunə lil fail, fail üçün olsun, yəni fail mənasında olsun. Aydındır. Kəma mərrə necə ki keçdi, yəni misalları nəzərdə tutur. Bu dedik ya, huvə əşəddu istixracən və huvə əqva humrətən. Bu misalları nəzərdə tutur. Yəni fail mənasında olsun, yəni nə demək? Qiyasuhu ən yəkunə lil fail, yəni əf'ələt təfzil fail mənasında olsun, yəni bu mənada ki, fail nədir? Fail o şeydir ki, feil onun vasitəsilə bərpa olar. Yəni əf'ələt təfsil o kəsin fəzilətini bildirsin ki, fəzilətli olmaq ondan sadir olur. Aydındır. Məsələn, deyirsən ki, rəəytu rəculən əfzələ min zeydin. Gördüm bir kişinin fəzilətli olmağını Zeyddən. Həmin burada fəzilətli olmaq ismi fail, yəni fail hökmündədir. Aydındır. Yəni fəzilətli olmaq sadir oldu həmin o kişidən. Aydındır. Və qəd yəkunu lil məf'ul. Qahəndə qanun budur ki, əf'ələt təfzil ismi məf'ul mənasında gələr. Aydındır. Məf'ul mənasında gələr. Bəzən fail mənasında gələr, bəzən məf'ul mənasında gələr. Fail mənasında gəlsə, o deməkdir ki, o əf'ələt təfsil sahib olduğu feil, yəni ondan xaric oldu, ondan sadir oldu. Əgər məf'ul mənasında gələrsə, yəni onu hasil olan feil onun üzərinə hasil oldu. Məsələn, Zeydun əşğələ, məsələn deyirik ki, Zeydun əşğəlu min Bəkirin. Zeyd daha çox məşğuldur. Daha çox məşğuldur. Bax, əşğələ məşğul. Məf'ul babın. Zeydun əşğəlu min Bəkirin. Zeyd daha çox məşğuldur Bəkirdən. Yəni, daha çox iş Zeydin üstündədir. Aydındır, bir var Zeyddən xaric ola, Zeyddən sadir ola, iş Zeyddən sadir ola. Bir də var ki, iş Zeydə sadir olur. Yəni, daha çox məşğuldur. Burada məf'ul mənasındadır. Aydındır. Və qiyasuhu və əf'ələt təfsilin qanunu budur ki, ən yəkunə lil fail kəma mərrə. Fail mənasında olsun, necə ki keçdi, yəni misalları nəzərdə tutur. Və qəd caə lil məf'ul və qahən ismi əf'ələt təfsil
Ca'ə lil məf'ul. Məf'ul üçün də gələr. Aydındır? Məf'ul mənasında da gələr. Nəhvu əndər və əşğəl və əşhər. Əndər, əşğəl və əşhər. Əndər yəni üzür, əzər. Əzərə mənasında. Yəni ki, məzurdur, üzürlüdür. Məsələn, nə demək istəyirdi ki, bu 3 dənə şey gətirdi? Bunlar ismi məf'ul mənasında gəlir işlənərdə. Məsələn, deyirsən ki, Zeydun əndəru min Bəkrin. Zeyd məzurdur, üzürlüdür Bəkirdən. Yəni, Zeydin üzürü çoxdur. Üzür sadir olub Zeydin üstünə. Məzur. Aydındır, məf'ul mənasındadır. Və yaxud da, məsələn, deyirsən ki, Zeydun əşğələ və yaxud da Zeydun əşğəlu min Bəkrin. Zeyd daha çox məşğuldur. Yəni, məşğuliyyət çöküb Zeydin üstünə. Aydındır, məf'ul mənasındadır. Və yaxud da, məsələn, deyirsən ki, əşhər. Məsələn, Zeydun əşhəru min Bəkrin. Zeyd daha məşhurdur. Məşhur. Bax, görsən, məf'ul vəzində. Zeyd daha məşhurdur kimdən? Bəkirdən. Yəni, məşhuriyyət sadir olub Zeydin üstünə, üzərinə. Aydındır. Nə bu ki, Zeyddən sadir olub? Aydındır. Zeydin üzərinə sadir olub. Burada məf'ul mənası. Başa düşdün bunu? Bu əndəri, əşğəli və əşhəri bu misal mislində gətirib vurub məf'ul üçün. Və qəd ca'ə lil məf'ul və qahən ismi təfzil, əf'ələt təfzil məf'ul mənasında gələr. Misal vurub ki, əndər, əşğəl və əşhər kimi ki, bunları işlətsin məşhur məf'ul vəznində gələcəklər. Yəni, bunlardan başqa şeylər də işlətmək olar. Olar, bəli, olar. Bu misal gətirib də sənə 3 dənə misal vurub. Və istimaluhu, amma əf'ələ təfsilin işlədilməsi. İstimaluhu, yəni əf'ələ təfsilin özünün işlədilməsi. Əf'ələ təfsil 3 cürə işlədilər. 3 cürə işlədilər. Ya əliflamdan gələr, ya əliflamsız gələr, ya da min ilə gələr. Aydındır? Bax. Və istimaluhu əla səlasəti əvcihin. Onun işlədilməsi, yəni əf'ələ təfsilin işlədilməsi 3 vəcihinəndir. Aydındır? Əla səlasəti əvcihin, yəni 3 vəcəhə əsasəndir. Muzafən, ya muzaf olar, yəni ya izafə olar. Məsələn, Zeydun əfzəlul qovmi. Zeydun əfzəlul qovmi. Zeydun mübtəda, əfzəlul qovmi onun xəbəri. Əfzəlu özü əf'ələ təfsildir, izafə olub nəyin üstünə? Qovmun üstünə. Bu bir istimal. Ya izafə olar. Av muərrəfən billam. Ya da ki, əliflamla gələr. Bu əliflam, o əliflamı tərifdir ha. Əliflamı tərifdir. Buna deyirlər əliflamı əhd. Əliflamımız çoxdur. Əliflamı istiqraq var, əliflamı əhd var, əliflamı mövsul var. Yəni, bunlar keçəcəyik inşallah bu barədə. Burada əliflamı əhdidir. O, elə bu qədər yadında saxla. Əf'ələ təfzilin əvvəlində olan əliflamı əhd olar. Bu qədər yadında saxla. Bunu inşallah gələcəkdə keçəcəyik. Niyə görə əhd? Əliflamı əhd. Aydındır? Nəhvu Zeydun əl-əfzəlu. Zeydun əl-əfzəlu. Zeyd fəzilətlidir, məsələn, filan kəsdən. Qırıq yazı və əl-əfzəlu. Əfzəlin əvvəlinə əliflam gəldi, gəlmədi? Gəldi. Tamam. Demək, bu 2. Ya muzaf olar, ya əliflamdan olar, av bin min. Ya da ki, min ilə işlədilər. Əf'ələ təfsil min ilə işlədilər. Məsələn, Zeydun əfzəlu min əmrin. Zeydun əfzəlu min əmrin. Zeyd fəzilətlidir əmirdən. Min ilə gəldi, işlədildi. Minin burada nə rol oldu ki? Min mini bəyaniyyədir. Min mini bəyaniyyədir. Yox, bildim mini bəyaniyyədir. Mini bəyaniyyə deyirəm. Mini ibtidaiyədir. İbtidai qayət. Məsələn, niyə görə biz deyirik ki, min oradan mini ibtidaiyyətdir. Subut eləyək bunu. Min bəyaniyyə də ola bilər də. Zeyddən fəzilətlidir. Bir nəfərin digər nəfərdən fəzilətli olmasını nə zaman bilərik?
Məsələn, bax, bir dəstə insandır. Bir dəstə insandır. Məsələn, 200 nəfər adam var. Bu 200 nəfər adamın içərisində sən ən fəzilətli insan tapırsan Zeydi. Hə? Zeydi ən fəzilətli insan tapırsan. Deyirsən ki, Zeyd bu 200 nəfərin içərisində fəzilətlidir. Hə? Sonra başlayırsan Zeyddən axtarırsan ki, görüm Zeyddən də fəzilətlisi var. İbtida başlayırsan Zeyddən fəzilətlisini axtarmağa. Bəli. Demək, sənin axtarışın Zeyddən başladı. O birilərin fəziləti yox. O birilərin fəziləti bilirsən Zeyddən aşağıdır. Sənin o fəziləti axtarmağın başladı Zeyddən. Axtardın, gəldin, tapdın, məsələn, bir nəfərə, Əmri. Əmr gördün ki, Zeyddən də fəzilətlidir. Hə? Bəli. Deyirsən ki, Əmrun əfzalu min Zeydin. Əmr fəzilətlidir Zeyddən. Buradakı min Zeydin. Buradakı min deyəcəksən mini ibtidaiyyədir. Aydındır? Mini onunla bilinir. Bəli. Mini ibtidaiyyədir. İndi bunun mini ibtidaiyyə də deyirlər. Amma mini burada deyə bilərik ki, əfzəlu min Zeydin deməkdən. Yəni şibhi muzafdır. Şibhi muzafdır. Bunu da demək olar. Məsələn, izafə eləməyib, elə bir ki, əfzalu Zeydin deməyib. Bir dənə min də gətirib, yəni Zeyddən daha fəzilət. Şibhi muzaf da demək olar ona. Aydındır? Amma orada şibhi muzaf deyil. Orada nədir? Mini ibtidaiyyədir. Yəni, mənim o Zeydin fəzilətli olmağını göstərməyin başladı Əmrin fəzilətli olmağından. Yəni, Əmri hamıdan fəzilətli tapmışdım. Axtardım ki, görüm, bundan da daha fəzilətli var. Getdim, gəldim, gördüm ki, bəli, Zeyd Əmrdən daha fəzilətliymiş. Yəni, mənim fəzilətlini axtarmağım başladı Əmrin fəzilətindən. Hə? Bəli. Əmrin, məsələn, tutalım ki, sinifdə, məsələn, 10 dənə şagird var. 10 şagirddən biri bilirəm ki, məsələn, Zeyd fəzilətlidir. Digər tələbələrdən Zeyd fəzilətlidir. Və başlayıram bir-bir yoxlamağa ki, bəlkə bu tələbələrin içində Zeyddən daha fəzilətlisi var. Mənim bu axtarışa başlamağım hardan başladı? Zeyddən. Hə? Gəldim, tapdım ki, Əmr bundan da fəzilətliymiş. Hə? Ha, bəli. Oldu bu mini ibtidaiyyə. Şibhi muzafdır, ustad. Bəli. Bunu o cümlədə oxuya bilərik, onu biz. Yox, bunlar fikirlərdir, rəylərdir. Yəni, şibhi muzafdır. Yəni, məsələn, deyirsən ki, əfzəlun min Zeydin. Ona deyə də bilərsən şibhi muzaf. Amma ibtidaiyyət daha üstündür. Başa düşdün? Yəni, ibtidaiyyət daha uyğundur. Hə. Av bimin ya da ki, əfələ təfsil mininlə gələr. Nəhvu Zeydun əfzəlu min əmrin. Hə? Və yəcuzu fil əvvəl. Dedik ki, əfələ təfsil 3 cürə işlədilər. Ya muzaf olar, ya əliflamla gələr, ya da minlə gələr. Hə? Və yəcuzu fil əvvəl, yəni muzaf olarsa. Aydın? Muzaf olarsa, əl-ifrad və mutabiqətu ismu təfzil lil mosuf. İsmi təfsil öz mosufu ilə ya müfrəd olsun, ya da mütabiq olsun. Aydın? Mütabiq yəni bərabər. Bərabər olsun. Məsələn, deyək ki, Zeyd. Məsələn, deyirik ki, Zeydun, qoy yazaq da. Məsələn, yazırıq ki, Zeydun əfzəlul qavmi. Hə? Bax, bura bax. Zeydun əfzəlul qavmi. Muzafdır. Bəli. Hə. Dedik ki, əgər əfələ təfsil muzaf olarsa,
Əf'ələ təfsil öz mövsufu ilə. Zeyd. Zeyd onun mövsufudur da. Bəli. Öz mövsufu ilə ya müfrəd olacaq. Məsələn, həmişə müfrəd olaraq qalacaq. Ya da mütabiq olacaq. Zeyd müfrəddir, Bəli. əfzəl də müfrəd. Bəli. İndi deyirəm ki, Zeydan. Zeydan. Əfzəlu. Əfzəlul qavmi. Hə? Əfzəlul qavmi. Zeydan təsniyə. Əfzəlu nədir? Müfrəd. Müfrəd. Hə? Mümkündür. Əz-Zeydun. Biz bunlarda nun niyə gəldik? Əz-Zeydun. Bu izafə olmuyor baxı bunun üstünə. Bəli, Ayrı. izafə ondan. İzafə olanı. Əfzəlu. Əfzəlul qavmi. Hə? Zeydun cəm. Bəli. Amma əfzəl nədir? Müfrəd. Müfrəd. Hə? Bunu bu cür demək caizdir. Bəli. İndi belə də deyə bilərsən. Zeydan təsniyə Bəli. mütabiq elə əfələ təfsili də öz mövsufuna. Əfzəla. Əfzəla nə idi? İzafə olduğuna Bəli. görə nun düşdü. Bəli. Əfzəla. Əfzələl qovm. Hə? Onlar da təsniyə ola bilər. Bu təsniyə, bu da təsniyə. Cəm də olsa cəm. Bax dedik ki, ya müfrəd olacaq, Bəli. ya da mütabiq olacaq öz mövsufu ilə. Müfrəddə deyə bilərsən bunları. Mütabiq də öz mövsufu ilə mütabiq də deyə bilərsən. Əz-Zeydun cəmdir, əfzəlul qovmi də deyə bilərsən. Əfzəlu. Əfzəlunə idi, Bəli, nun bəli. düşdü də izafəyə görə. Əfzəlul qovmi də deyə bilərsən. Firəşdin? Bəli, bəli. Başa düşdün? Bəli. Tamam. Burada bir şey. Bax, və fil əvvəl. Və fil əvvəl deyəndə, yəni nəzərdə tuturuq dedik ki, istimaluhu əla səlasəti əvcehin. Əfələ təfsil 3 dənə vəcihdə işlədilər. Ya muzaf olar, ya əliflamdan olar, ya min ilə olar. Aydın? Bəli. Və fil əvvəl. Yəni əgər muzaf olarsa, əfələ təfsil əgər muzaf olarsa, əl-ifrad və mutabiqətu lil-mövsuf. Əfələ təfsil ya müfrəd olacaq, ya da mütabiq olacaq öz mövsufu ilə. Aydındır? Ya mütabiq olacaq öz mövsufu ilə, ya da ki müfrəd olacaq. Əgər izafə olarsa, əfələ təfsil. Sözdə heç dəyişilmir də mənada da. Yox, mənada Anladım. heç bir şey dəyişilmir. Eyni Biri şey. müfrəd gələndə, biri şey gələndə necə? Məsələn, deyirsən ki, əz-Zeydani Tamam. əfzəlul qovmi, 2 Zeyd bu qovmun ən fəzilətlisidir. Bəli. Əz-Zeydani əfzəlləl qovmi. Yenə də 2 Zeyd, onlar hər ikisi fəzilətlidir qovmuna. Aydındır? Bəli, bəli. Digər qovmuna. Əz-Zeydunə əfzəlul qovmi. Zeydlər qovmun ən fəzilətliləridir. Bəli. Hə? Bəli. Heç bir şey dəyişmir. Yəni müfrət də olsa, yəni çünki artıq cəmliyi biri çatdırır. Bəli. Təsniyəliyi biri çatdırır. İkincinin ehtiyacı yoxdur. Hə? Bəli. Başa düşdün? Bəli. Bir var, məsələn, bizdə də var. Məsələn, deyirsən ki, uşaqlar gəlmişdilər. Uşaqlar cəmdir də. Bəli. Gəlmişdilər. O da cəmdir. Bəli. Deyirəm, hə? İndi deyirəm ki, uşaqlar gəlmişdi. Məna dəyişildi. Bəli. Xeyr. Xeyr. Uşaqlar cəm, gəlmişdi tək. Aydındır? Bəli. Məsələn, deyirəm ki, Zeyd fəzilətlidir. 2 Zeydlər fəzilətlidir. Nə dəyişikliyi var ki burada? Heç bir şey. Eyni mənanı verir. Aydındır? Sadəcə bu deyir ki, məsələn, bu cür olarmı, olmazmı? Deyir ya, əgər əfələ təfsil izafə olarsa, muzaf olarsa, ya öz mövsufu ilə mütabiq olacaq, yəni mövsufu müfrəd olarsa, təsniyə olarsa, cəm olarsa, o da ya müfrəd olacaq, ya təsniyə olacaq, ya cəm olacaq. Aydın? Tam sonda izafətin üstündə qurulub da. Bəli, izafənin üstündə. Əgər əfələ təfsil izafə olarsa. Ya da ki, ola bilər ki, əfələ təfsilin əfələ təfsil ki, izafə olub. O əfələ təfsil ki, izafə olub. Onun mövsufu müfrəd ya təsniyə ya cəm olarsa, ola bilər ki, hamısında sən əfələ təfsilin müfrəd gətirəsən. Aydındır? Burada heç bir çətinlik bir şey yoxdur. Sonra izafəsiz gələ bilər. İzafəsiz yox.
İzafəsiz olsa bu izafəsizə aiddir. Bu izafəliyə aiddir. Bu dediyimiz qayda. Aydındır. Hə. Və yacuzu fil əvvəl, yəni birincidə caizdir. Yəni izafə olarsa caizdir. Əl-ifrad, yəni müfrəd gətirmək və mütabiqə ismi təfsil lil mövsuf. Ya da ki, mütabiq eləmək ismi təfsili öz mövsufu ilə. Aydındır? Bəli. Nəhvu Zeydun əfzəlul qovmi. Zeydun əfzəlul qovmi. Hə? Və Zeydani əfzələl qovmi. Və Zeydunə əfzəlul qovmi. Aydındır? Bəli. Və əfzəlul qovm. Hə, burada bilirsən nətər gətirib? Burada qarma-qarışıq gətirib misalları. Burada mütabiqin gətirib. Yəni hansı ki mütabiq olar əfələ təfsil, mütabiq olar öz mövsufu ilə. Amma müfrədin gətirməyib. Müfrədin gətirmədiyinə görə misalları çəkəndən sonra bir də deyib ki, əfzəlul qovm. Yəni belə də deyə bilərsən. Hamısında belə də deyə bilərsən. Əfzəlul qovm da deyə. Təsniyədə də, cəmdə də, müfrəddə də. Aydındır? Başa düşdün? Vəl-Hind, vəl-Hindan. Hind və Hindan. Fuzləl qovm. Fuzləl qovm. Fuzla, yəni əfələ təfsilin müənnəsidir. Əfələ kişidədir. Fuzla qadındadır. Əfələ kişinin müfrədindədir. Fuzla fu'la vəzni qadının müfrədindədir. Aydındır? Əl-Hind vəl-Hindan. Fuzləl qovm. Belə deyə bilərsən. Hind müfrəddir, Hindan təsniyədir. Düzdür? Deyə bilərsən, əl-Hindu fuzləl qovm, əl-Hindani fuzləl qovm. Aydındır? Belə deyə bilərsən. Başa düşdün yoxsa yox? Burada kim dəyişilməyəcək də? Müənnəsli, müzəkkəri nə cürədir, müənnəsli o cürədir. Bəli, bax. Elə bil ki, bunları süllük. Bunları süllük. Bir də bunların əvvəlinə artırırıq. Bunun əvvəlinə artırırıq fudla. Hə? Fudla. Fudla. Bu da fuzla. Fudla. Hə? İndi bunların üstünə gəlirik nəyi? Hind. Hə? Əl-Hindan. Əl-Hindun. Hə? Əl-Hindun. Eyni şey oldu. Fuzla. İndi bunun təsniyə də deyə bilərsən. Deyə bilərsən fuzləya. Fuzləya. Hə? Bunu cəm də deyə bilərsən. Fuzləyu. Aydındır? Fuzləyu. Yəni eyni ilə müzəkkərdə nə cürə? Müənnəsdə də o cürə. Sadəcə siğə dəyişir də. Əl-Hind vəl-Hindan fuzlal qovm. Və fuzləyəl qovm. Əl-Hindat fuzləyatil qovm. Aydındır? Əl-Hindat fuzləyatil... Mən burada fuzləyu dedim, səhv dedim. Bu müzəkkərin cəmi gəlir. Fuzləyat. Ya, cəmdə şey olur axı. Əlif ta olur. Bəli. Cəmində. Fuzləyat. Hə. Və fissani. Yəcibul mütabiqə. Və amma ikincidə, yəni əgər əfələ təfsil əliflamla gələrsə. İndi biz oxuduq muzafdırsa. Hə? Əlifin bir düdüyün. Əfələ təfsil muzafdırsa, onda ya mütabiq olacaq öz mövsufu ilə, ya da ki müfrəd gələcək. Bəs birdən əliflamla gəlsə əfələ təfsil nə olacaq? Mütabiq olacaq yoxsa müfrəd olacaq? Deyir, mütabiq olacaq öz mövsufu ilə. Əfələ təfsil əgər əliflamla gələrsə, öz mövsufu ilə nə olacaq? Mütabiq olacaq. Məsələn, Əs-sani yəcibul mütabiqə. İkincidə, yəni əgər əfələ təfsil, ikinci deməkdən məqsədi, yəni əgər əfələ təfsil əliflamla gələrsə, yəcibul mütabiqə. Vacibdir ki, mütabiq olsun, nə ilə? Öz mövsufu ilə. Aydındır? Mövsufu müfrəddirsə müfrəd olacaq, təsniyədirsə təsniyə olacaq, cəmdirsə cəm olacaq. Nəhvu. Zeydun əl-əfzəl.
Ez-Zeydan el-Efzela el-Efzelani el-Efzelani deməsi düzdür bu. Əlif lam gəlibsə nun düşməlidir. Əlif lam gəlibsə nun düşməlidir. El-Efzela. Və Zeydun el-Efzelun bu da el-Efzelu olmalıdır. Yəni belə olmalıdır. Şayət belə olmalıdır. El-Efzelu. Aydındır? Bəli. Və fis salis. Bəs üçüncüdə nə cür olacaq? Üçüncü nə idi? Əgər min ilə gələrsə. Min ilə gələrsə nə olacaq? Və fis salis yecibu konuhu mufrədən muzekkərən əbədən. Vacibdir ki, əfələ təfsil əgər min ilə gələrsə, müfrəd olsun, müzəkkər olsun, özdə həmişə. Aydındır? Nəhvu. Zeydun əfzəlu min əmrin. Hə? Ez-Zeydani əfzəlu min əmrin. Ez-Zeydunə əfzəlu min əmrin. Aydındır? Bax, indi müənnəsə bax. Vəl-hindu, vəl-hindan, vəl-hindat. İstir müfrədində, istir təsniyəsində, istir cəmində, müənnəsin. Əfzəlu. Yenə də əfzəl gəldi. Fuzla gəlmədi. Necəsə? Dedi ki, əgər əfələ təfsil min ilə gələrsə, müfrəd olacaq, müzəkkər olacaq əvədən. Yəni, istir onun mövsufu müənnəs olsun, istir mövsufu müzəkkər olsun. Fərqi yoxdur. Əfələ təfsil özü, əgər min ilə gəlirsə, hər hal müfrəd olacaq, müzəkkər olacaq. Aydındır? Bu qaydadır. Əl-Hindu, əl-Hindan, əl-Hindat. Əfzəlu min əmrin. Aydındır? Və ələl-əvcihi sələsə, deyir, bu üç dənə vəchilərin üçündə də yüzməru fihil fail. Deyir, onda gizlin olar failli zəmiri. Aydındır? Əfzələrin içərisində bir dənə failli zəmiri gizli olar. Həmişə? Bəli. Bu üç vəsin üçündə də. İstir muzaf olsun. Yəni, əfələ təfsil. İstir muzaf olsun. İstir əliflamla gəlsin. İstir min ilə gəlsin. Bu üç vəçhin üçündə də əfələ təfsilin içərisində bir dənə huvə gizlindir. Ya hiyə, ya huvə. Aydındır, müənnəsdirsə hiyə, fuzladırsa hiyə, əfəldirsə huvə gizlindir. Aydındır. Yüzməru fihil fail. Fail onda gizlindir. Aydındır. Və huvə yə'məlu fi zalikəl muzmər. Və huvə, yəni bu əfələ təfsil əməl eləyər həmin o zəmirin üstündə. Aydındır. Yəni, zəmirin amili həmin o əfələ təfsil özüdür. Zəmirə rəf verən. Bunun içində bir dənə zəmir var axı, huvə. Zəmir-i huvə failli zəmiridir. Failli zəmirin erabı nədir? Məhəllən mərfu. Hə, mərfudur da. Demək, rəf idisə, bu rəfi buna kim verdi? Əfələ təfsil özü. Aydındır? Və yə'məlu, yəni, və huvə yə'məlu və həmin o əfələ təfsil əməl eləyər fi zalikəl muzmər. Bu, gizli olan zəmirdə. Aydındır? Və la yə'məlu fi muzhər əslən. Əfələ təfsil əslən ismi zahirdə əməl eləməz. Yəni, ismi zahir, zəmir olmasın, ismi zahir olsun. İndi deyəcək. Məsələn, bir var zəmir ola içində, məsələn, huvə və yaxud da hiyə. Biz deyirik ki, huvəyə və yaxud da hiyəyə əməl eləyib. Əfələ və yaxud da fuzla. Fu'la vəzni. Bu, əməl eləyib nədən? Daxilində olan zəmirdə. Hə, müstətir olan. O zəmir ki, gizlidir onun içində. Yəni, bəzi hallarda keçmiş ya, məsələn, deyirik ki, heç bir zaman elə, məsələn, hərf-i cərrilər var ki, zəmirə cər verər, ismi zahirə cər verməz. Yəni, ismi zahirə daxil olmaz. Bu, əfələ təfsil də onu demək istəyir. Deyir ki, onun daxilində həmişə bir dənə zəmir olar. Və zəmirin üstündə əməl eləyər. Amma heç bir zaman ismi zahirdə əməl eləməz. Aydındır? İlla, məgər bu ki, fi misli qovlihim. Onların qovlunda bir dənə istisna yeri var. Harada əməl eləyər ismi zahirdə? İndi diqqət elə. Deyir, onların qovlunda ki, deyərlər ki, ma rəəytu rəculən əhsənə fi eynihi əl-kohlu minhu fi eyni zeydin. Çox qarma-qarışıq bir misaldır. Diqqətin burada olsun.
Əf'ələ təfsil bizə nəyi göstərir? Keçdik. Bir şeyin digər insandan daha çox olmasını bizdə. Hə? Bizdə məsələn deyək ki, Zeydin ələmliyi üstündür digərlərindən. Bir şeyin daha üstün olmağını göstərir. Düzdür? Digərlərindən. İndi mən deyirəm ki, ma rəəytu rəculən əhsənə görmədim mən elə bir kişi ki, daha gözəl olsun, daha gözəl olsun. Harada itirdim yerim. Hə. Görmədim mən elə bir kişi ki, ma rəəytu, ma mai nafiyə, rəəytu fe'l fail, rəculən onun məf'ulu, hə? Görmədim elə bir kişi ki, əhsənə gözəl olsun fi eynihi onun gözündəki, o kişinin gözündəki əl-kohul, sürmə. Görmədim elə bir kişi ki, diqqət elə ya misala, misalın mənasına diqqət elə. Görmədim elə bir kişi ki, onun gözündəki sürmə gözəl olsun, fi eyni Zeydin, Zeydin gözündəki sürmədən. Nə oldu, nə başa düşdün? Bu, gözəlliyi artırdı, yoxsa gözəlliyi azaltdı? Biz demişdik, əf'ələ təfsil artırar axı. Bəli. Amma bu azaltdı. Deyir, görmədim elə bir kişi ki, onun gözündəki sürmə gözəl olsun. Artırmadı ki. Nədən gözəl olsun? Zeydin gözündəki sürmədən. Elə bir ki, sözü fırladıb tərsinə deyir. Elə bir ki, demək istəyir ki, Zeydin gözündəki sürmə fəzilət daha gözəldir digər kişilərin gözündəki sürmələrdən. Hə? Amma burada söhbəti başqa əksin deyir. Deyir, görmədim elə bir gözəl kişi, elə bir sürmə ki, görmədim elə bir kişi ki, onun gözündəki sürmə gözəl olsun, nədən? Zeydin gözündəki sürmədən. Burada əf'ələ təfsilin işi fəzilətə, gözəlliyi artırmaq idi. Bir sifətə daha çox artırmaq idi. Düzdür? Amma burada aşağı saldı ya yox? Saldı. Aşağı saldı da. Demək, düşdü şeydən, mənadan düşdü. Mənadan düşəndə ismi zahirə rəf verər. İndi bax, ismi zahirə rəf verər. Ma mai nafiyə. Hə? Rəaytu fe'l fail rəculan onun məf'ulu. Əhsənə əf'ələ təfsildir. Hə fi eynihi car məcrur mütəlləqdir əhsənəyə. Əl-kohlu. Əl-kohlu mərfudur besəbəbi əf'ələ. Əhsənə. Başa düşdün? Kohul ismi zahirdir. Bəli. İsmi zahirdir. Faili əhsənədir. Əhsənənin failidir. Aydındır? Bəs demişdiniz, əf'ələ təfsil zəmirdən başqa heç nədə əməl eləməz axı. İsmi zahirdə əməl eləməz. Bəs burada əməl elədi. Deyəcəksən ki, burada əhsənə, əf'ələ təfsil babından olmasına baxmayaraq, amma mənadan ilğa olur. Düşüb mənadan. Yəni, daha gözəlliyi bildirmir. Əksinə, gözəlliyi salır. Hə? Görmədim elə bir kişi ki, onun gözündəki sürmə gözəl olsun. Yəni, gözəl deyil. Heç kimin gözündəki sürmə gözəl deyil. Zeydin gözündəki sürmədən. Bu ismi zahirə görə bu cümlə gəldi də bu. Demək, mai nafiyə, əgər əf'ələ təfsil mai nafiyə ilə gələrsə, yəni o fəzilətli olmaqdan, üstün olmaqdan aşağı düşülərsə, ismi zahirə rəf verər. Başa düşdün? Prosta elə bir ki, belənci gətirib qaşıyıb da qulağı. Bu dolayı yollarla fırladıb gətirib. Ma rəəytu rəculən. Əgər, demək, əgər əf'ələ təfsilin əvvəlində mai nafiyə olarsa, elə bir ki, belə deyib. Əf'ələ təfsilin əvvəlində mai nafiyə olarsa, onda ismi zahirə rəf verər. İsmi zahirdə əməl eləyər. Aydındır? Məsələn, ma rəəytu rəculən, görmədim elə bir kişi ki, əhsənə fi eynihi, onun gözündəki əl-kohlu, onun gözündəki sürmə, kohul yəni sürmə, gözəl olsun, minhu fi eyni Zeydin, Zeydin gözündəki şeydən, kohuldan, sürmədən. Aydındır? Fə innə,
Pəs həqiqətən əlkohlə, pəs həqiqətən sürmə faildir li əhsən. Əhsən üçün faildir. Aydındır? Fə innəl kohlə failun li əhsən. Pəs həqiqətən kohl faildir əhsən üçün. Aydındır? Bəli. Ha-huna bəhsun. Bu misalda bəhslər var. Yəni qabaqda rastlaşacaqsan. Yəni muğnidə, mütəvvəldə, orada, burada rastlaşacaqsan bu misalla. Bunun üstündə böyük bir bəhslər olub. Niyə görə? Əhsən ismi zahirə rəf verdi. Səbəb mai nafiyədir, yoxsa başqa bir şeydir. Aydındır? Əl-qismus sani, nəhayət ikinci qisim. Demişdik ki, 3 dəyə qismə bölmüşdü bu kitabı. Birincisi ism idi, ikincisi feil idi, üçüncüsü hərf idi. Aydındır? Əl-qismus sani fil feil. İkinci qisim feildə. Və qəd səbəqə tərifuhu. Feilin tərifi keçdi. Feilin tərifi nə idi? Dedi ki, kəlamı tammıdır, müqtərindir, bi əzminəti səlası. 3 zamandan birinə yaxın olsun. Hə? Kəlam mütammıdır, bir dənə 3 dənə zamandan birinə. Deyir, və qəd səbəqə tərifuhu. Keçdi onun tərifi qabaqda. Yəni tərifinə qayıtmırıq. Feil nə deməkdir, ona qayıtmırıq. Feil kəlamı tammıdır ki, bir dənə 3 dənə zamandan birinə dəlalət eləsin. Aydındır? Və əqsamuhu səlasətun. Feilin 3 dənə qismi var. Mazin və muzariun və əmrun. Mazidir, muzaridir, əmirdir. Aydındır? Əl-əvvəlu əl-mazi. Birinci qisim, feilin birinci qismi mazi feilidir. Və huvə. Və həmin o mazi feilun dəllə əla zəmani qəblə zəmanil xəbəriyyə. Deyir, feil-i mazi o feil idi ki, dəlalət eləyər o zamana ki, qəblə zamanil xəbəriyyə, xəbər verilən zamandan qabaq olubdur. Məsələn, mən deyirəm ki, loru dildə başa salım, başa düşəcəksən. Mən deyirəm ki, Cəə Zeydun, Zeyd gəldi. Mən sənə bunu indi xəbər verirəm, amma Zeyd dünən gəlib. Elə bil ki, xəbərdən, sənə xəbər verdiyim zamandan qabaq vaqe olan işi. Aydındır? Sənə xəbəri indi verirəm. Ola bilər ki, 5 dəqiqə bundan qabaq gəlib. Ya 2 dəqiqə bundan qabaq gəlib. Gərək Zeyd gələ ki, mən sənə onu xəbər verəm. Yəni, xəbərdən qabaq olan zamanı bildirər. Aydındır? Əl-mazi və huvə. Mazi odur ki, feilun dəllə əla zəmanin. Mazi o feilidir ki, dəlalət eləyər o zamana ki, qəblə zəmanil xəbəriyyə. Xəbər zamanından qabaqdır. Aydındır? Çətin olmadı ki. Və huvə məbniyyun ələl fəthi. Mazi məbni bər fəthidir. Yəni fəthəyə məbnidir. Məbni olub fəthəyə. Məsələn, zərəbə, nəsərə, kəsurə, hamısının axırı ənə, fəthə ilə qutarır. Hə? Məbni bər fəthidir. İlləm yəkum məəhu zəmirun mərfuun mutəhərrəkun fəhvə məbniyyun ələs-sükun. Deyir, əgər mazi feili ilə zəmiri mərfui mutəhərrik bir yerdə olsa, yəni hərəkəli zəmiri mərfu mazi feili ilə bir yerdə gəlsə, onda mazi feili nə olacaq? Məbni bər sükun olacaq. Məsələn, zərəb tə, zərəb ti, zərəb tu. Bax. Deyirik ki, zərəbə. 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 Məbni bər fəth. Düzdür? İndi bir dənə buna zəmir birləşdiririk. O zəmir ki, mərfudur. Yəni, failli zəmirdir. Mutəhərrikdir. Birləşdiririk buna. Zəmiri mərfui mutəhərrik. Birləşdiririk buna. Zərəb. Zərəb.
zərəbtu. Hə? Və yaxud da zərəbti və yaxud da zərəbtə. Hə? Zərəbtə. Aydın? Bəli. Zərəb nədir deyə bilərsin? Bəli. Bir dənə zəmiri mərfui mütəhərrik. Hə? Birləşdiririk bunu. Deyir ki, onda olacaq məbni bər sukun. Zərəb. Məbni bər sukun. Əgər feil maziyə, indi bu sahibi hidayənin fikridir ya bu. Sahibi hidayənin fikri budur ki, feil mazi məbni bər fəthidir. Amma əgər ona bir dənə zəmiri mərfui mütəhərrik birləşsə, məbni bər sukun olacaq. Amma digər alimlər deyirlər ki, bir çox alimlər deyirlər ki, xeyr, zərəbə ilə məbni bər fəthidir. Bəs burada niyə görə dəyişdi, məbni bər sukun oldu? Deyir, bu məbni bər sukundur. Bu, zəmir birləşdi, ona deyənə bu oldu belə. Elə bu elə məbni bər fəthidir. Amma daxildə. Aydındır, ləfzdə yox, məbni bər fəthidir. Sadəcə bu zəmirə görə bu sukun oldu. Aydındır. Bəziləri belə deyir. Xo'p. İn lem yakun ma'ahu zamirun merfu'un mutaharrikun, əgər onu ilə bir yerdə, yəni feil mazi ilə bir yerdə zəmiri mərfui mutaharrik ola, yəni hərəkəli bir dənə mərfu, rəfli bir zəmir birləşə ona, fəhuvə məbniyun ələs sukun. Onda o məbni bər sukun olacaq. Kə zərəbtu kimi, aydındır. Zərəbtə, zərəbti, zərəbtu, zərəbnə. Məsələn, bunlar kimi, aydındır. Və ələzzəm və məbni bər zəmm olar məəl vav, vavna. Məsələn, zərəbu. Zərəbu. Aydındır cəm. Zərəbə, zərəba, zərəbu. Məbni bər vav olar. Bu da heç qəbul olunan sözdür. Çünki o vavlı, cəmlik vavıdır gəlib bura. Elə zərəbə zərəbəliyində qalır. Vavdır gəlib ora o erabı dəyişdirib. Amma məhəllən yenə də bu məbni bər fəthidir. Aydındır. Bu qədər. Mazidən hələlik bu qədər. Əs-sani əl-muzari. İkincisi muzari feilidir. Və huvə feilun yəşbəhu əl-isim bi əhədi hurufi ətəynə fi əvvəlihi. Deyir ki, feili muzari o elə bir feildir ki, yəşbəhul isim, ismə oxşar olar. Muzari sözü oxşar sözündəndir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bəs.